Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Arkadaşlar burada çok kışkıra bilmirəm, xəstəxanadır. Yəni yoxsa yara falan, əməliyyat falan hiç alakası yok. Deməli, bugün 3-cü gündür. İlk 2 günü sizin için keçən videoda çəkmişdim. Bugün 3-cü gündür, yəni çıxış günümüzdür. Görək o rəylərdə yazılan xanımların dediyi kimi həqiqətən qəşəng bəzənib düzənib hazır çıtı-pıtı çıxa biləcəyimi xəstəxanadan. Təzəlikcə, indi bu dəqiqə oyanmışam. Bir dənə baxaq görək saat neçədir. İnansız hələ saatdan xəbərim yoxdur, yəni. Bir dəfəlik açmışam kameranı. Saat 07:54-dür. 8'dir. Mənim çıxışım saat 11-dədir. Şəhriyar gilə mənə saat 11-də gəlin götürün demişəm. Yəni 3 saat vaxtımız var hazırlaşmaq üçün. Nə etməliyik, geyinməliyik, bəzənməliyik, əşyalarımızı yığmalıyıq. Sonra dünən həkimlər dedi ki, uşağı tamamilə cırıl-cıbıldaq gətirib sizə təhvil verəcəyik. Yəni Zeydi geyindirməliyik, yoxlanışlar falan eləyəcəklər, təhvil almalıyıq. Yəni bayağı bir işimiz var. Kahvaltımız gəlib, ona görə başlayaq. Kahvaltımızı eləyək, keçək işlərimizə. Yenə burada sütlaçımız, pendirimiz, sağ olun Mətənxəm, yağımız, bir də şokolad yağımızla çörəyimiz var. Arkadaşlar, bebiş geldi. Gizlədə bir dənə oyanda. Deməli, sizi bu tərəfə ala bilərəm. Bu tərəfə gələ bilərəm. Mətənət xanım bu gecə Zeydə baxıb arkadaşlar. Mətənət xanımı dəli eləmişəm. Zeyd ağlayırdı gecə. Zeyd ağlayırdı gecə. Yapışmışdım, qalmışdım qapıdakı. Zeyd ağlayır, mən də ağlayıram. Əl çəkmirdim ki, gedə bilmərəm, sakitləşsin. Sonra sağ olsunlar, sakitləşdirdilər, gəldilər, mənə də xəbər elədilər. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun, var olasınız. Arkadaşlar, təzə doğulmuş körpə mənzərəsində kahvaltıya gedirəm. Gedim zavtrakımı eləyim, başlayaq. Deməli, yeməyimi yedim, ayağa durdum. Nələr alınmalıdırsa çöldəkilərin hamısını rasxoda saldım arkadaşlar. Bildiyim qədərlə Şəhriyar Gezatda maşını bəzəyiblər, video falan çəkiblər. Onları da montajlayıb dabafqa eləyəcəm videoya. İndi gedirəm, əl üzümü yuyuram, makyaj eləyirəm, əynimi geyinirəm. Ondan sonra Zeydə aparırıq. Orada mənə Zeydlə bağlı başa salacaqlar geyindirməyini, baxımını, nələr eləməliyəm və s. Ondan sonra gedirik kavuşma zamanı. Haydi. Evet. Ben hazırım kızlar. Makyajımı elədim. Saçımı fenləmədim. Axotum olmadı. Canım ağrıdığı üçün yox, prosta tənbəllik elədim arkadaşlar. Bir də gecikmişəm həmişə olduğu kimi. Belə bir şalvar, belə bir köynək. Şalvarın qabağını hələ tam sıxıb bağlamağa qorxuram. Ürək eləyə bilmədim. İndi bu qolbağı da çıxartmaq istəmirəm. Nə tər xoşum gəlibsə. Dünən buna fikir verməmişdim əslində birinci. Prosta dünən mən TikTok videosu paylaşıb qolbağı göstərəndə hamı yazdı. Dünyanın ən bahalı qolbağı, Allah bütün istəyənləri qismət eləsin. Zat həqiqətən baxdım qolbağa. Dedim bunu taxmaq baha başa gəldi. Çətin oldu. Ona görə heç çıxardasım yoxdur. Yəni nə yalan deyim, ömür boyu da xatirə saxlayacağım. İndi gedirik Zeydi geyindirməyə arkadaşlar, bir saniye. Evet, blogger oğlu olmağın mənfi tərəfləri. Dəqiqə başı yuxudan dürgücəcəklər səni, aparacaqlar. Dürgücəcəklər, aparacaqlar. Yəni anon eləyəcək aşkım bunları. Arkadaşlar daha tutamıyorum. Hələ ki biraz acemiyəm. İnşallah əlim öyrəşəcək. İndi gedirik bu miniki geyindirməyə. Paltarlarını bir yerdə hazırlamışdıq, xatırlayırsınızsa. Getdik. Arkadaşlar hazırıq çıxmaq üçün. Uşağı götürək doktor. Da, uşağımızı götürək, ucu çıxaq. Çox həyecanlıyam həqiqətən. Bayaqdan gecikmişik, doktoru da gecikdirmişik. Saat 10'da istədiniz. Mən də dedim laf yaxşı 10'da. Saat 12'də çıxmamışıq hələ. Gələndə də yarım saat gecikmişdin. Əməliyyata da düzdür, yarım saat gecikmişdim. Getdik, çıxırıq hazırsınızsa. Sağ salamat.
Evet, Zeydə aparırlar Şəhriyarla uşaqlara təhvil verməyə. Arkadaşlar, gedirik. Balaca yiğidimiz. Əşyalarımız Eve da gedir. evə gedir. Əllərim bumbuz olub həyecanla. Mən heç bu qədər həyecanlanacağımı gözləmirdim. Şu, hazırıq. İndi açılacaq, onlar oradadır. Şu, açaq. Üzünü elə belə tutum. Hə. Sürpriz. Oradadılar. Çatdırmadılar. Doktor, qaydın bir də. Çatdırırsınız. Yatmışsınız siz. Tapşırmışdım. Kızların öperi ya. Allah sağ olsun. Yenə makyajım axacaq. Biz də düşəcəyik. Hə, düşə bilərsiniz. Olar. Əla, super. Alo, Herzog. Ay. Açdım oferi. Ay. Gel. Buketini zıtladın. Doktora. Sən, ya mən çəkirəm. Sağ olun hər şeyə görə. Lan mübarek. Ver qucağına tutsun, ver. Mən qucaqlayan yoxdur uşağı, görmürsünüz, mən yaddan çıxmışam. Təbrik eləməməliyim. Yaxşı. Doktor. Dur büken bir şey yoktu. Var, verəcəklər. Belə sağ-salamat gedəsən. Çox sağ olun doktor, hər Çok sağ şey. ol doktor. Həqiqətən minnət. Ay Allah bunu. Bizim də dəqiq bizimdir. Yok değil de. Çok kırdadı. Kardeşim kırdı kardeşim. Ağlama. Aslında ürəyə getdi. Bununla kitabçana peyvəndə gedəcək. Tamam. Oraya. Nədir? Ya bizimdir, bizim. Da oynadasan istədiyin qədər. Çox bala dedim sizə, çox balacadır. Balacadır. Çıqqılı deyə çıqqılı. Bu quruşka değil. Sağ ol canım. Sağ olun, çox sağ olun hər şeyə görə. Bəyəndin kuklamızı. Bir geç lazım. Nə hiss eləyirsən Şako? Heç nə. Çox kırdı. Bir tane oldu. Bəyəndin, əsi bəyəndin kuklavı. Hə. Mama necədir nəvən? Nənə oldu, nənə. Hamını ağlatdım arkada. Otağa girən deyir Şəhriyar oxşur. Heç bizi padvat elədi. Hayatın işini bilmək olmaz. Bir dənə həyəcan deyən məndə yox idi. Biz hamımız əlimiz, ayağımız əsdi. Çəkirlər. Görürsüz arkadaşlar. Zeyd gəldi, mənim papucumu atdılar cama. Dama. Doğan da budur. Doğan da budur. Sağ ol Məryəm. Sən də sağ ol. Mənim gözəl doktorum, çox sağ olun hər şeyə görə. Həqiqətən minnətdarım. Doktor bu arada Zeydin sünnətini bizə hədiyyə elədi. Kirvəsi özü olacaq. Mən kirvə nədir bilmirəm. Bəli, savabdır. Hə. Boynuma götürürəm. Çox sağ olun. Lalə İbişova. Doktoru maşallah hamı tanıyır, heç deməyə ehtiyac yoxdur. Yazdılar o dəqiqə kommentlərdə. Lalə doktor, mənim doktorum. Arkadaşlar, deyir peyvəd incidəcək uşağımı. Ölərəm sən üçün. O çok belə deyil. Balacadır. Nə? Nə deyirsən əsi? Vursunlar onun yerine. Sən vursunlar onun yerinə. Sən də vurulub. Mən görün haqqımda nə danışırlar. Deyir, ofisdən nə boyda uşaq gözləyirdin ki. Ayıb deyə Sinirli sizsin. yırmada uşaq olub. Ağrıyıram ona görə. Çox ayaq üstə qaldım. Bırakma. Belə tut üzünü. Havaldır sən. Mən cəsarətim. Bu gecəyi saxlayacaq.
Sənin köməyin var. Var, 100%. Köməyin var maşallah. Sən elə prosta rukovodit eləyəsən. Alın. Deyəsən neynəsinlər? Heyecanlanan bırakar yerine. Tutsunlar bir də onlarda da. Yo yo. Qoy tutsunlar. Sadəcə şəklini seçin. Maşallah bak gör nə gözəl tutulur. Sadəcə şəklini Əsl var maşallah. O belə tutalım. Evde kömeğiniz var. Var, Bir var. fobiyasında işer, biri Meryem de tuttu arkadaşlar. Mama sen de tutsan. Yapaka ya doğumu. İqruşkalarımız əlindədir. Oynatma. Maşallah. Qızılı saçlı balamız. Bu an içi kıpkırmızılı saçlar, paslı başlı. Yo. Mən dedim sizə oxşar saç rəngindədir. Qızılıdır baxın. Dedim sizə oxşar saç rəngindədir. Başı kırmızılı. Çaylar ben böyle dolmuş. Ha. Saçı sen oxşayıb. Oxşar yeri hiç yok. Bak girən otağa deyir atasını oxşayır. Bütün medsestralar hamı girən otağa Burnu sen de hoş. Bak yeni sen böyle knopçuk olmuştu sonradan değiştirdim. Arkadaşlar, maşını nə gözəl bəzəyiblər. Ay Allah. Bantikinə bax bunun. Aslına bax nə yazmışıq. It's a boy. Xoş gəldin oğlum. Ay çox qəşəng. Zeydin şotuna sən də yuyuldun. Yapış. Qabarmışdı, içində çikolata qoyacaqdı, doktorda parlayacaqdı. Ev yox. Çox qəşəngdir. Qablar almışdı, çikolata qoyacaqdı. Evdə düzəldərik. Hə, düzəldərik evdə. Getdik. İnanmırsan? Sən qardaşındır. Soruşurlar bayaqda ki, evdə bizlə olacaq. Hə, evdə bizlə olacaq aşkım. Mən də oynayacağam. Oynayacaq. Sənin oyun arkadaşı gəldi day. İzleyicilerden kimse sanmıyor. Arkadaşlar görün bir dənə çəkir. Hə. Arkadaşlar çıxdıq xəstəxanadan. İlk işim çölə çıxan kimi bir dənə qəşəng sarımsaq soslu şaurma yemək oldu. Gəlirim susum. Gəlir sarımsağını. Aşkım sən nə bezəyəcəksən? Heç nə, bir əlimlə zeyt, bir əlimdə də şaurma. Yemin Zeydin üstündə dağıtmasın. Yo, dağıtmaram. Şeydir, onsuz anne olanların çoxu mən bilən tək əli işlətməyi öyrənirlər. Orada da öyrənmişəm xəstəxanada. Zeydi qucağıma qoyurdular. Yerinə qoya bilmirdim, hər şeyi tək əllə eləyirdim. Acı biber yox, yeyə bilmirəm. Mən niyə göstərdim? Mənim şaurmamı verin. Verin bana. Yemək içmək eləyə gedirik. Haydi bakalım. Birazdan Zeydi acacaq. Şarmı lavaş. Tez mən yeyim, sonra o yesin. Gözlə. Növbəti gündən hər birinizi salamlayıram. Mənim qışqırmağımdan, vəhşi kimi gülməyimdən narahat olan bütün, amma yenə də izləyən bütün izləyicilərə səslənirəm. Sizin xilaskarınız gəlib. Artıq yəni vəhşi kimi bağıra bilmirəm Zeydə görə. Yəni artıq sevinə bilirsiniz. Qışqıra bilməyəcəm uzun bir müddət. Deməli, niyə növbəti gündən sizi salamlayıram? Çünki dünən yol gəldiyim üçün, bilirsiniz də Bakıdan Astaraya 3 saatlıq, 3 saatdan da hətta biraz çox yoldur. Və yol boyu mamamın maşınında bu arada gəlmişəm. Zeydə bir şey olmasın, nə bilim, yoldur da uzun yoldur, riski tormuzu olar, qabağımıza kimsə çıxar. O qədər gərgin bir rejimdə gəlmişəm ki, yəni uşağı qucağında tutmağı bacarmayan bir anaya yolda körpə uşaq əmanət eləmə və yanımda sadəcə əsnad var idi. Mama maşın sürürdü. Nəysə, o qədər naprejonlu gəlmişəm ki, başı dəyməsin, getməsin. Bayağı bir yorulmuşdum gələndə və gələndən sonra da başımıza nələr gəlib arkadaşlar. Balaca canı ilə mən boyda qızı viran elədi. Mənim xəstəxanada təzə əməliyyatdan çıxmış halımı gördünüz. Bir də mənim 3 günlük uşaqla bir gecə keçirdiyim halıma baxın bir dənə. Yıprandım bir günün içində. O yat kef elə deyənlər var idi ya. Haqlıymışsınız. Hələ mamam yanımdadır. Pampersini dəyişir, qazını çıxardır. Mən cəmi 1-2 dəfə yəni yemək vermişəm butulkada. Geriyə qalan hamısını mama eləyib, mama yemək bişirib, mənə baxıb, yəni bayağı bildiyiniz Şəhriyarla əlbir olublar, həlak olublar, amma onunla belə dəhşətli dərəcədə yorğunam.
Çox stres yaşadım dünən. Evə gəldim. Xəstəxanada medsestralar baxır axı uşağa 3 gün ərzində, 2 gecə, 3 gün. Dedim bu nədir ay Allah? Pampersini dəyişməyi bilmirəm. Yeməyini düzəltməyi təzə öyrənmişəm. Bilmirəm doydu, bilmirəm doymadı. Nə üçün ağlayır? Ac olduğu üçünmü? Yox, yemək yeyəndən sonra yuxusu mu gəldi, qazı mı var? Oturdum axşam, başladım hönkürtü ilə ağlamağa. Mamamı da, Şəhriyarı da dəli eləmişdim bildiyiniz. Gəliblər ikisi də nə olub, niyə ağlayırsan? Uşaq qalıb sakit, mən ağlayıram. Deyirəm ki, mama 10 gündən sonra gedəcək. Mən qalacam bundan tək. Mən hardan biləcəm bu nə istəyir? Ay bala, sən ona kimi çoxdan əzbərə biləsən bunun rutinini, dərdi nədir, niyə ağlayır, öyrənəcəksən. Deyirəm, pampersini dəyişə bilmirəm. Onu da öyrənəcəksən, yemək verə bilmirəm. Vəbşim, bunları dəli eləmişəm. 2 dəfə güclü, uzun bir ağlama seansı keçirdim. Amma gecə ürəklənmişdim arkadaşlar. Oy. Hə, nə? Telefonum düşdü. Gözləyin. Mama sağ olsun telefonu əlindən yerə saldı. Əməliyyatda halımla kravatın içərisindən telefon çıxartdım. Bir dənə buna baxın. Balaca canı ilə otağımı viran hala qoyub arkadaşlar. Annemin bir dənə vidinə baxın, qurban olum. Saçları biz. Ölərəm sən üçün. Rabiyə gətirib paltarları sərib. Yəni bir dənə bizim halımıza baxın da. Hə, 50 santı boyu ilə bizi avara eləyib. Bir dənə otağın gününə baxın, buralara baxın. Oy, bağışla aşkım. Sən məncə. Əsnad bu arada Zeyd üçün ilk hədiyyəsini düzəltdi arkadaşlar. Baxın, zı və çoxlu öpücüklər qoyub burada əsi. Evet. Bir dənə buraların halına baxın, qurban olum. Bax balaca canı ilə otağımı viran elədi. Mən bura köçəndən buranı bal tökyalı eləyirdim. Mən otağımı nöş bu günə qoymuşam balaca canınla. Nəysə uşaqlar, ağlaşma, ulaşma. Atı getdi. Hə, biləm. Depressiya, amma gecə ürəkləndim. Sizə bir şey deyim, o deyirlər uşağın acmaq vaxtı gələndə ana hiss eləyir, oyanır yuxudan. Saat 5-də yemək saatı idi, 8-də yemək saatı idi, yəni gecə aralığında, bir də 2-də. 2-də yatmamışdıq. 5-ə qalmış 10 dəqiqə, elə bil məni kimsə dürtdü. Belə gözümü açdım, saata baxdım, gördüm ay yemək vaxtı. Yemək vaxtını falan ötürdü, indi 1 saat vaxtım gedib uşağı çözməyə. 6-da yatdım, 8-ə qalmış yenə gözümü açdım. Elə bil beynimdə budilnik qurmuşlar. Allahın möcüzəsi deyə həqiqətən şokdaydım da ki, yəni necə hər yemək saatında mən yuxudan ayılırdım, özüm də şokdaydım. Nəysə, arkadaşlar, Zeydlə serüvənimiz hələ ki davam edir. Bir-birimizə öyrəşmə sürəcindəyik. Ağlayanda əlim ayağıma dolaşır, panikaya düşürəm, aləmi vururam bir-birinə. Mən də ondan bir yerdə ağlayıram, amma məndə biraz adaptasiya olmaq çəkir 1-2 gün, amma ondan sonra da hər şeyi, yəni inanıram ki, bacaracam, öhdəsindən gələcəm. İndi gedək görək uşaqlar nə edir. 3 dəfə də paltarlarını yumuşuq səhərdən, batır ki, batırasan hər yeri. Deməli, xəstəxanadan olanda uşaqlar Əsnadın videosuna baxdım, maşın bəzəmə videosunu mən montajlamışam. Ay Allah, gedib McDonald's-a məni yığıblar oradan görüntülü, deyir, yığmayın, ürəyi istəyər birdən. Apara bilmirlərmiş uşağı McDonald's-a, sonra nə bilim evdə sifətini töküb, gəlmişəm evə Əsnadı nə qədər öpmüşəm ki, sən məni bu qədər çox istədiyini bilirdim ha, amma lap bu qədər olduğunu bilmirdim, yəni çox sevindim. Mən də orada olan ərəfələrdə onları necə sevindirə bilərəm deyə düşünürdüm. Allah özü kömək oldu. İndi gedək onların minik hədiyyələri var, onu da verək. Mamamın da var bu arada. Baba gəldi Elnarə xanım. Sən də bizim komandaya daxilsən. Bu sənin hədiyyən. Niyə zışdı? Çok sağ ol. Paltarım var, onunla yoğunlaşdıracağım. Xeyirli olsun. İndi gedək Əsnadın hədiyyəsini özünə göstərmişəm. Yalan danışmayacağım, dözə bilmədim. Amma adı nədir? Rabiyə ilə Məryəmi indi şey eləyəcəyik, getdik.
Ali Məriş, sənə hədiyyələrimi verirəm, hazırsansa. Sən belə şeyləri xoşlayırsan, bilirəm ona görə. Birincisi, telefon asmaq üçün aksesuar, telefonla şəffaflarında biraz rəng qatar. Çox qəşəngdir bu arada. Gəl göstərim sənə. Baxın, çox qəşəng rəngi var. Daha sonra bir ədəd sep, şaxta baba boğçasını açmışam. Tax baxım görüm necə qalır səndə. Baxım. Ya Allah, kömək eləyim. Çox ya, özü bu köynəklə çox qəşəng getdi. Hoş bu şeydi tasarı. Hə, süddür. Süt diye süt. İnek sütü. Vallahi. Hə, kənd südü. Bir də əslində bunu Rabiyə üçün almışdım arkadaşlar. Sonra dedim ki, o bir dəfə Naidə bibisi onun üçün açqı askısı almışdı. Bu eynəkdən taxmaq üçündür. almamışdı, hədiyyə eləmişdi. Hə, hədiyyə eləmişdi. Hə də almışdı. Mən də sep almışdı. Hə. Sep delmiş, aşkım. İşlətmədi onu, arkadaşlar bəyənmədi. Ona görə Mərişə verirəm. Ortaq bir şəkildə Rabiş də istəsə taxacaq ondan bir yerdə. İndi geriyə bir nəfər qaldı. Bunu günəş gözlükləri ilə taxanda çox qəşəng görünür. Yay gəlir, çox ekskluziv bir görüntü olacaq. Şəffaf açqıyla taxanda şey görünür. Hə? O mənim mavi Temu açqım var, onunla da qəşəng görünər. Uşaqlar, siz də yorumlarda fikirlərinizi yazın. Və indi də Rabişin hədiyyəsi. Bu arada Əsnafla Zeydə əsi görüb dostluq qolbağı almışam. İkisinin də biləyi balacadır yaxı. Baxın, bu göy rəngdə olanı Əsnaf seçdi. Göz muncuqludur. Yaşıl rəngdə olanı da Zeydə qaldı. Zeyd biraz böyüsün. Bunu nə vaxt taxa bilərəm Əsnafla Zeydin qoluna? Eyni anda istəyirəm taxsınlar. Hə, göstər. Aparaq özünə verək. Bir ədəd belə bir arkadaşlar qolbaq. Bir ədəd də belə bir sep dəst şəklində taxar. Getdik onu da verməyə. Ay düşürsən. Hə. Hə, qoy pilləkənin üstünə Məriş. Deməli, Rabiyə xanım, ay Allah, milçəklərə bax evdə nətər uçurlar. Hə. Dayan, yumruğumu tut. Yumruğumu tut belə. Buyur. Mənim dedim. Hə. O, Məryəmə verdin dərkən? Məryəmə verdin dərkən? Ama işine güzel artık daha. Bəyəndin. Açıq taxanı Məryəm dedi, Rabiyə istəməyəcək. Taxmır, nakuş bibi alanı da taxmadı kirazlı. Hə. Vallahi. Bir dəqiqə gözləyə, aranı qatmayın bir dənə. Sən hardan gördün ki, bu Məryəmə verdim, vermədin? Nəyi verdin Məryəmə? Dökül bakalım. Bizə hədiyyə verəndə Məryəmə də versən də. Yox, göpa basma. Eşmişdi sumkamı. Düzün dinən. And iç. Ayda, sizin bu şoklar. Arkadaşlar, deməli, evə gəldik xəstəxanadan. Ay. Biraz belə bir müddət danışığım belə olacaq, üzrlü sayın. Evə gəldik, gördüm çocuğumun əmilərindən biri, Nihad əmisi, onun üçün evi bəzəməyə əşyaları alıb, prosta açarı tapa bilməyib evə girsin. Arkadaşlar, bir dənə belə baby boy şarlar alıb, çox qəşəngdir. Daha sonra, bu nədir aşkım? Hə? Bu nədir? O şeydi duvarı asmak. Hə, divara asmağa saçaqlar alıb belə Zeyd üçün. Sabah qəşəng bunu qurarıq, qabağında şəkil də çəkdirərik. Bir də bu nədir? O da duvarın üstü, bunun üstüne Bir də belə bəzəkləri. Sabah gedərik, biz özümüz də biraz alış-veriş eləyərik. Sonra konfet qablarından... Maşından şallarımız var. Hə, konfet qabla doldurulmamış şarlardır. Yok. Yəni boşdular da, hə. Konfet qablarının içini doldurmağa konfetlər alarıq. Konfet qablarını düzəldərik qəşəng. Bu arada əsin sepinə baxın, Zeydlə dostluq qolbağından əlavə bir dənə də belə O sepi ses var. çaldı, deniz sesi. Hə, o balıq qulağı da qulağıma qoyanda. Baxın. Qoy qulağıma. Dəniz səsi şübhəli. Yo, düz deyir. Düz deyir. Balıq qulağın qulağa qoyanda dəniz səsi gəlir. Evet. Sabah gedərik, qəşəng konfet, əlavə bəzəklər zad alarıq. Evi bəzəyərik. Əslində uşaqlar, Şəhriyar xəstəxana çıxışına da, şeyə də, evə də dekor falan danışmışdıq da, bilirsiniz. Animatorlar zad çağırmaq istəyirdi, kuklalar zad. Mən dedim, həm
Nə qədər sadə çıxsaq, o qədər yaxşıdır. Mahnı falan qoşurdular normalda uşağı ataya, ailəyə təhvil verəndə xəstəxanada. Onu da istəmədim. Mahnı olmasını da istəmədim. Çünki siz varsınız və sizə mahnı ilə nəsə göstərə bilmirəm, spama düşür. Dedim tam sadə olsun. 14.04.2026-da doğulduğu üçün Zeyd, yəni 14 apreldə doğulduğu üçün Zerkalni Rabia gün Hakişin. Zerkalni gün olduğu üçün bir daha sözümü danışım. Zerkalni gün olduğu üçün 21 dənə uşaq doğulmuşdu həmin gün. Bilirdim ki, xəstəxana çıxışında çox kalabalıq olacaq. Dedim, ən yaxşısı sadə çıxmaqdır. Yəni, onsuz Zeyd bu dəqiqə qanmır. Ay kukla gəldi, ay animator gəldi. Yəni, nə vaxt qanar, onda o qədər böyük bir şeylər eləyərik. Şəhriyarı zorla ikna elədim ki, sadə, tam sadə, sakit özümüz gəlin ancaq. Sonra içine elədim şübhəli. Yox, həqiqətən Allahın dostu yapışmışdı ki, animator zat çağırım da, əksi qalma sən başqalarından, dedim istəmirəm. Bu çeti ama geçermişti. Çox qəşəng idi. Nəysə, uzun sözün qısası, evə dekor falan da düzəltdirməyə çox dekor səhifələri zadı yazdı. Onu da istəmədim. Nəyə görə? Özümüz bəzəyib video çəksək, özümüz bir şeylər eləsək, həm sizin üçün düşündüm maraqlı olar. Həm Zeyd gələcəkdə baxanda onun üçün məncə daha mənalı olur. Düzdür, oğlan uşaqları belə şeyləri çox tınlamırlar, amma bizim üçün xatirə qalar. Yəni, başqa birinin hazır gəlib yığdığı dekorun qabağında qalıb bir dənə şəkil çəkdirməyin məncə mənası yoxdur. Nəysə, uzun sözün qısası belə. Siz olmayanda nələr yaşanıb, nələr olub, nələr danışılıb, hamısını sizə çatdırdım. İndi bu balaca dübələyin 50 cm boyundan çıxartdığı 3-cü paltarı yumağa gedirəm. Nə deməklə baxsam, mən yaralıyam da, normal olaraq dura bilmirəm, normal ayaq üstə. Söz yolundan qabaq da əyrimçə qalırdım. Göstər, bir dənə də göstər. Böyle kalma. Ayıb olsun sizə, çox ayıb olsun. Sen niye bu kadar danıştın? İzləyiciləri bə kim məlumatlandırsın olan Ceza da veriyorsun. Yara. Hə, arkadaşlar, dünən yol gəlmişdim deyə yaram bir dənə ağrıyırdı. Gələndən sonra da uşağa adaptasiya olum deyə 3 saat yarımlıq yol gəldim. Gecə saat 2-yə qədər də ayaq üstə olmuşam, yatmamışam. Yəni yorğunluqdan yata da bilmirdim ha, tək ağrıdan yox. Nəysə. Sağ ol aşkım. Nə üçün? Hediye göre. Hə, siz sağ olun. Çok sağ ol aşkım. Siz də sağ olun aşkım. Bir şey soruşum Hə. Siz bir şey pejama alabiliriz geldi. Hə, sabunu poçtdan mütləq götürmək lazımdır. Uşaqlar üçün pijama zakaz eləmişəm. Arkadaşlar, poç bağlanıb prosta indi. Onları da sabah gedib götürərik birlikdə. Mən çölə çıxa bilirəm, o da var. 10 gün, rahat 10 gün evdə hapisiz arkadaşlar. Ev videoları nə çəkim sizin üçün? Xahiş edirəm, yorumlarda mənə ideya verin. İdeya tapa bilməmək canımı çox sıxıyor. Gedək bunları yuyaq. Əlcəyinin bir tayını Rabia'ya vermişəm. Aparıb yuyub bir tay qalıb. İndi onu da gedirik yumağa. Getdik. Arkadaşlar, bir dənə havanın mükəmmelliyinə baxın. Görün nə gözəldir hava. Yemeği yiyeceğim. Oh, çox qəşəngdir. Siz ac deyilsiniz? Acsan? Hə? Yok mu o yemeği demeyeceğim. Niyə? Şimdi ya. Toyuq soğuzu var. Göbələk supu var. Birazdan da ətlə kartoşka olacaq. Gedim bunları atın yuyulmağa, hə gəlir. Sen siper yaparım koyayım yumaya. Yaxşı gəlir. Axı yumayda şeyler var. Yuyulur hələ. Ha. 15 dəqiqə. Hadi. 15. Hə, bunda. Yenə bu əlcək yaddan çıxırdı ya. O Diryacıq. Rabia xanıma Zeyd doğulmamışdan qabaq zorla, bəla ilə paltar astırardım. Yəni deyərdim, sabah oyanardım, görərdim hələ o paltar asılmayıb. Bugün Zeydin 3 dəfə paltarlarını yuyulmağa atıb sərib özdə. Yəni arkadaşlar, o balaca 50 santimetrlik dübələyə qədər hörmətimiz yox imiş. Gülə də bilmirəm. Herkese selam arkadaşlar. Nasılsınız? İyi misiniz? Beni gördünüz mü kısıtlandınız? Evet, gelmişiz Lənkərana. Ofeliya istəyirəm bir dənə sürpriz edeyim. Çünki çox əziyyət çəkir arkadaşlar. Çox hədsiz çox əziyyət çəkir.
düzdür, borcudur deyəcəksiniz, ana olub deyəcəksiniz, borcudur deyəcəksiniz. Amma hər şeyin bir həddi hududu var da. Yəni hər şey həddi ilədir. Yəni bu insan yəni alqışlanmalıdır. Yəni bu əziyyətləri görülməlidir ki, Görüb daha da dəyər çox verilməlidir. əziyyət çəksin. Ofuş, insan üçün gedirəm hədiyyə almaya. Hədiyyə alım, sonra gəlim danışacağım. Görək nə ala bilirəm. Düşündüm. Yəni tək gül, qızıl gül aldım. Dostlar, mən bunu böyük bir büket də eləyə bilərdim. Yəni böyük bir bağlama 101 ədəd olsun, 200 olsun, amma tək aldım. Deyən niyə? Oxur, sən də təksən. Yəni necə təksən? Bunun anlamı odur ki, sən də təksən və sənin də dəyərin biçilməz. Yəni 101 dənə alınmır. Yəni 101 ofiş deməkdir ki, bir dənə hər nəyə, yəni 101-i əvəz eləmiş olur. Yəni sən üçün nə alsam azdır. Aşkım 101 dənəsi bilsən nə qədər edir? Yəni o qədər ala bilmədiyim üçün böyük bir bəhanəyə girirəm. Amma bir dənə başqa şeydir mənim qızım. Bir dənə odur. Yəni sən mənim üçün vazgeçilməzsən də. Yəni anlamı odur. Və balaca ana adını təbrik edirəm. Balaca ana, gəlirəm sənin hədiyyə vermək, bilmirəm necə qarşılayacaqsan. Aşkım, bunun üçün bilsən nə deməkdir? Yəni özüm bilirəm nə deməkdir. Bu həyat vahab, həyat mahab məsələsi necə deyirlər düşdər? Belə Hayat mayat meselesi. həyat məhəmiyyət məsələsi. Hayat mayat. Geliyorum. Haklı. Böyüyərsən, baxarsan bu videoya. Zeyd, dümbələk. Gəldiyin 2 gündə öyle, 2 gündə dədivi salıbsan küçələrə özün üçün soska axtartdırırsan. Başa kim olubsan sən? Soskaya möhtac oğlan olubsan da, kim olubsan? Bax sən kim olubsan? Bax gələcəkdə baxarsan, indi ata oldu, olmadı, baxarsan bu videoya. Gör ata səncə nə əziyyət çəkir? Oğlun üçün bu əziyyətləri çəkəndə atanı yad eləyərsən. Bildin nə? Dümbələk. Ola bax, düşmüşəm küçələrə soska axtarıram. Mənim günümə bax. Mənim günümə bax. Uşaq, Aventin soskasını yiyir. Sən atın, qurban olmalar, putulka, duşes putulkası nənəm küçədən tapardı. Duşes putulkası, mənim balam. Bax ataya. Duşes putulkası tapardı mənim nənəm küçədən. İçin su ilə yaxalayardı. Üstüne rezin soskalar vardı, böyle kaldırardı, böyle şirin çayı tökerdiler, bırt yapıştırardı o rezin o soskanın onun başına. Yani düşes putulkasında ben çay içerdim. Aventin Aventin bilmem hansı firmadır, hansı nedir, haradır, nedir, benim başım çıkmıyor. Benim balam Aventin soskasını yiyir. Baxdı var benim başıma, ben hansı güne bu soskanı aktardım ben bilmirəm. Et sen, indi aktarayım ya. Bir esas tapacağız. Ya Allah bismillah. Taparıq inşallah. Deyinə qalıb. Uşağı götürüb qucağına, anavın aldığı kravat başına dəysin. Deyə uşağımın beynini nəşdə doldurursan. Kravatın bir sütunun içine girirsen çıkabilmirsən. Mənim Aşkım, presim var. Mən yaxşı ki 6 ildir pilateslə məşğulum. Mən qalxa bilirəm. Bax olsaydı başqa nənə necə olacaqdı? aşkım, Gəldi. mən bu kravatı alanda mən heç olmayıb axı körpə uşağım. Sən ömür boyu subay gəzəsən, eləmi sən? Baxın insanlar, baxın, bax buradan keçirsən, indi mən buradan durmaq istəyirəm. Mən burada presimi şey eləyirəm ki, durum gedim. Vay sən maman anca özünü uşaqlıqdan anca özünü fikirləşib vallahi. Nənə sən cibinə kravat alar. Həqiqətən oldun ha sən. Allahın dostu. Mənim nənəm də gəlib belə deyinirdi dalınca sən evdən çıxan kimi. Bu ikraların var ha, pləkanları düşüb qalxmaqdan ikra əzələsi çıxartmışam, oxuş. Baldırlarım ağrıyır. Bugün mən 200 dəfə bir dənə butulka yumadım. Bir butulka üçün mən 200 dəfə qalxıb düşmüşəm. Arkadaşlar, deməli burada kuxna yoxdur yaxı bu mərtəbədə. Aşağıdadır kuxna. Bu da 3 saatdan bir simes yiyir. 1 saatdan bir simes yiyir, 1 saatdan bir anasıdır. Arkadaşlar çıxıb düşmə butulkanı da deyir adi yuma steril eləyirəm mən. Düşür butulkanı qaynar suda steril eləyir, yuyur. Gündə
neçə dəfə biz butulka yiyoruz? Ama gün 20 dəfə butulka üçün ancaq düşmüşəm. Deyinə qalıb ki, burada şeylə kuxna elə. Burada kuxna eləmək bu mərtəbədə yer. Hələ məni aşağı köçürdürdü. Kuxna olan mərtəbə etdim, dəymə mənə. Prosta ki, mən bilmirdim uşaq. Yəni Deyirəm ki, ofuş gəl stola elə kravat alaq ki, həm plenarlı stolu olsun, həm seçməsi olsun, həm yelləncəyi olsun. deyir ki, mənə elə uşaq üçün kravat alaq ki, bələməyə yeri olsun. Mən kimin rus dilində bilməyənlər baxacaq ekrana. Polkaları olsun. Mən də deyirəm ki, onun yerlənəni olduğunu bilmirdim. Yəni özü yerlənən olduğunu bilsəm ondan alardım. Sənin vaxtın nə olmalı? Şəhriyar dedi ki, o özü yerlənmir. Getdik, baxdıq, həqiqətən də özü yerlənəni yox idi. Belə səhərə qədər qolumuz sınar axı. O Şəhriyara da deyirəm, Yellənəsə avtomat istəyirdin. hə, Bir dənə avtomat motor qoşmaq olardı da sizin. mən bilmirəm avtomat motor nədir. Şəhriyara da deyirəm, bunu yellədib öyrəşdirmə yellənməyi. Dirəşib elə qoşur yellənçəyi. Uşaq bağırır yellənçəyin içində. Yenə də dayandırmır o yellənçəyi. Nə tər həvəsə gəlibsə o, bilmirəm, Allahın olsun evdə qırğındır. Hələ şeyi görməmisiniz arkadaşlar, mamamın Şəhriyarla davalarını görməmisiniz. Çəkib atmışam baldızıma gizlincə bunları qıraqdan. Biri deyir ki, pampersini dəyişmək lazımdır. Bu uşaq böyük bayrağa gedib də. Şəhriyar yapışıb ki, yox, soyuq olacaq, açma. Açdıq, gördük nə? Şəhriyar bizi qoymadığı müddətdə yazıq uşaq 2 dəfə üst-üstə böyük bayrağa gedib. Quruyub. Şəhriyar, mən gördüm o mənzərəni, məni elə bil infak vurdu. Belə eləyirəm, yenə düşdüm panikaya. Sana deyim, bozarır adam üstünə. Söz demək onu bozarır. Biz heç vaxt dalaşmamışıq. Mama onu görəndə özün də rəngi qaçdı. Sənin yanında palit eləmədi, qoymurdu yaxı açmağa pampersini. Özün sındırmadı. Gördü onu mənzərəni, özün rəngi qaçdı. İndi yeməklə mübarizə aparır. Şok yaşayır. Bunlar özləri də şokdadılar ki, bu böyüklər 3 nəfər bir araya gəlib. Yo, uşaq evə gəlib hamı yığışıb kravatın başına. Arkadaşlar, Məryəm, Əsnat, Rabiyə, mən, Mama, Şəhriyar hamı bu otaqda keçir günümüz, yəni bildiyiniz. Bu da şeydə bir sürü adam yığıb başına. Hə, hamı yığış. Şəhriyar deyir, həbs olmuşuq, otağa çıxa bilmirik. Özdə mən gəzib dolaşan adam, gəzməkdən ötürü ürəyə gedən adam, girmişəm evin içinə, məni dərd götürüb ki, gəzməyə getməyəcək görəsən. İnşallah 10 gün, mən 40-ına kimi saxlamağı düşünmürəm evdə. İnşallah 10 gün azadı yavaş-yavaş çıxar. Mən bir dənə səhvim orada oldu ki, axıra qədər onun böyüməyini gözləmədim. 37 həftə 2 günlük yapışdım həkim. Sonra tez vaxtından çıxardıb da nə yazmışlar, heç nə gücü çat. Can ölürəm sənin üçün. Dəqiqə başı da deyinir ki, anons sən axıra qədər saxlamadı, axıra qədər saxlamadı. Neyim arkadaşlar? Böyrəyimdə problem var idi ona görə. Bir də onun öz suyunda da problem var idi ona görə. Qismət. Nənəsi baxar. Mən heç bir şey eləmirəm. Mən çox problem verim, mən özümün aparım. Yo, apar, hara apardın? Ne daha o kadar da. Nəçəli verim, qaytarım. Ya. Verəmək, sən qal bizlə. Mən kim baxacaqdır? Aşkım, sənin baxılan vaxtın deyil, baxan vaxtındır. Bilirəm, mən kim baxır, mən kim saxlayacaq, mən özümü təmin edirəm. Sən kosmetoloq, dermatoloq, tibb universitetini bitirmiş həkimsən. Gəl mən səni Lənkəranda həkimlik elə də, amma yenə işə getsən yenə kim baxacaq uşağa? O da var, düz deyirsən. Amma mama mən yox, sən işləməməyi mən sərf eləməz. Yenə lazım olanda səndən nəsə istəyirəm. Lazım olur da, elə də. Yenə ağız əskisi. Bu uşağın ağız əskilərinin yerə düşməyindən də bezdim də. Yəni günə 8 dənə ağız əskisi salırıq yerə. Uf. Da bunu işlədə bilmirsən də. Demək istəyirsən ki, uşağın gün 8 dənə əskisi var, ağız əskisi. Gör niyə bu? Nereye kalmışsın orada? Görün nə gündəyəm ki, şeydir, pəmbə ağız əskilərini də yuyub sərmişik bura arkadaşlar. Pembe işlədir. Hə, səs eləmə, qanmır da, hardan biləcək? Qız oldu. Hə. Sən izləyicidən bomş bloger görürüz, bomş. Aşkım, məncə uşağı olan heç kəsin evi bu dəqiqə dörd-dörtlük mümkün deyil, ola bilməz. Günə 6-7 dəfə qusur paltar dəyişirik, çirkli paltar gedir. Mümkün deyil. Yəni bunları bura Sen kalacaksın. bunu
Meryem düzelt. Meryem hemşe düzeltir de. Birincisi orada yığılan şeylər sənin paltarlarındır, namaz qılandır, namaz paltarındır. Yo bilirəm, çöl paltarındır, o tərəfi çəkmirəm. Buradakılar Zeydin, valla mən yoxam bu otaqda. Özümdən başqa heç şeyim yoxdur burada. Makyaj sürka darağı. O qədər o qədər uje şey deyil ki arkadaşlar. Uje bəzi paltarların mən birinci xəstəxana gəlində paltar ütülüyürdüm. Uje paltar zat ütüləmir, yu qurut bas getsin. Amma öyrəşənə kimidir. İndi 10 gündən sonra Allahın izni ilə köməklinə siz görün mən burada nələr eləyəcəm. İnşallah. Mama öyrədir. Atamız da gedib 1 saat adı ilə gedib 3 saatdır yoxdur ortalıqlarda. Ben bunların arasını bulmasam ben de. Hə. Yaxşıdır, boynumu alırsan. Özü də deyir mən bunların arasını vurmasam. O sözü səndən eşitdim də sən dedin. Şəhriyar özü dedi ya 1 saat adı ilə gedib 3 saatdır gəlmir. Ben qorxuram ki. Evdə bildiyin qaynana kürəkən soğuk rüzgarları esiyor, yardım edin. Əllərimin içi tərləyir, bunların sözü çəp gələndə Allah'ın olsun. Arkadaşlar yerimdə uzanmışam. Şəhriyar dedi aç kameranı görüm nə gəl. Çəksən. Çəkirəm. Nə ilə gəlibsən? Nə ilə gəlibsən? Sürpriz. Nə sürprizi? Nə yatmır yenə? Yo yatıb. Bir dibala için sos qaldı. Ver. Ay Allah balam. Şaşkası. 2 dibalayın Avendin elə soskası ilə Putulkası. soskası eyni qiymətdir. Bankrot ata. Soska almısan əslində yaxşı oldu, lazım idi ikinci soska. Prosta qorxurdum sənə demək. Ha, elə mən özüm də qorxu aldım. Allah öz ürəyimə rəhim saldı aldım. Hə, Sonra sonra. sən qışqırmayasan, çöpməyəsən deyə. Yaxşısı can vermə. Aşkım Qatasırsan. güclü gülə bilmirəm, Ha. yaram ağrıyır, belə gülürəm hava ilə, Ha. oksigenlə. Ha. Bu şüyt suydu. Çox Ana sağ ol. içəcək, uşaq da qışqırmasın. Çox sağ ol. Bu ledlərindir. Yaralarım üçün. Ha, ledlərdir. Çox sağ ol. Yəni çox sağ ol deyəcəm. Bu da sən qurban olun. Uşağın şüyt suyudur. Gəl ha. Sağ ol. Bütün ədəbi çəklərdə buradadır. Hə. Yəni bu günü mənə yaşatdığı görə, mənə belə sevindirdiyi görə, belə uzanıb malları qəbul elədiyi görə. Ha. Qorxuram. Gülə də bilməyəsən, gülə də bilmirsən. Yəni sənin üçün nə alsam az idi. Ürəyim sıkıldı. Az idi, az idi. Mən nə alsam azdı. Biraz indi gücüm buna çatdı, bunu aldım. Qorxuram, nə çıxacaq Ha, orada. ya çox ekskluziv bir şeydi. Nə bilmirəm indi bəyənəsən. Belki nəsə ibnə fason bir şey de eminim bunu. Qaynana danışdı. Qaynana ki, qaynana. Görə baxır, soxduyu sözün. Al çəkmirəm mən də. Uşaqla yata bilmirəm gecələr. Səhərə kimi bir-birimizlə dava edirik. Ya danışmışam hamısını. Ha. Pampersi açmağa qoymamağı açanda qarşılaş. Bilmirəm mənim xasiyyətim uşaq üstündə şeyəm, mən biraz həssasam. Lazımsız şeyler bilirsən. Ha, bir dənə dümbəli oğlumuz var arkadaşlar. Aşkım bir şey deyim. Bir-birimizdən xəbərimiz olmadan ikimiz də dümbələ edirik sərdən uşağa. Allah'ın dostu. Sədən dümbələ edirəm. Mən də videoda demişəm. Mən də video çıxanda çəkmişəm. Deyirəm 50 santimetrlik dübələyin şey otağının vəziyyəti. Bu hədiyyə uşağın boyuna görə cətdirib almışam. Ha, yəni boyuna görə ekskluziv elədim. Ürəyi üzüldüm amma. Yəni bilirsən, Bilirsən nə oxşatdım o kişi bir o kişiyə çörək verdi. Bu çörəyi sənə yardım gətirmişəm. Bu çörəyi bir almışam. yəni mən bunu düz qurban Allaha elə belə də çıxarıb təqdimatsız verə bilərəm. Prosta deyim ki, qoy. Yəni boş əl də çıxa bilər. Dolar da çıxa bilər. Öldürərəm səni. Ha. Həqiqətən hər şeyin ən gözəlinə layiqsən. Çox sağ Prosta ol. indi tək mən səni tək dəyərləndirdim. Ona görə həm də uşağa boyuna görə kəsdirdim. Qorxuram aşkım. Ay da, deyir ver də. Yo, verim verməyim. Ver.
Allah'ın dostu. Allahın olsun ver. Sevine sevine almışam. Ağlıysan ha? Tıklandı. Bilmirəm axı nə çıxacaq orada. Gel. Yok kışkırma. Sağ ol. Kızım, bilmem indi neye göre tək aldım aşkım? Sen de mən üçün təksən. Yəni təkin dəyəri bir başqa olur. Tək dəyərləndirdim. İnan Çünki- ki o kızı ben dünyaya getirmişim. Ben niye almamışsın? Aşkım gözləyin bir sözün axırına bax da. 101 dənə geri en qədər pul verəsən aşkım. İstəmirəm, O da bir 101 Yox, dənədən bu dəyərlidir Özə bu. Zeydin boyuna görə 50 bir santidir. 50 santim Sağ ol kəsdirdim. aşkım. Metrəyə vurdum, kəsdirdim. Dedim qoy elə bir şey 50 santimlik uşağa 50 illik ömür veririk burada 2 gündə. Gör başka şey alsaydın ne kadar danışardın. Bunu verme. Ay Allah kırmızı. Al saçlamandan da. Sen benden neyse. Al saçmandan. Ben güle bu kadar Öyle danışardın. değil. Bilmirəm, güldürmüyor. Sen yanında girip ben gül veririm. Allah'a şükür elə. Romantikaya şahit değilsen. Allah şeytan da Allah telasın. Günü bacı yalbı mı? Yenge yalbı. Al saçda. Ha. Mən sənin xətrin mənim üçün çox əzizdir deyə. İcazə ver danışım da. Danışmayayım. Eləmə də mama, qoy danışsın uşağım. Rüyama sen ne kadar danışacaksın. Yox, sənə qədər danışmayacağım. Danış aşkım, Gel, danış. Gözü, bu da əylə bilmirəm. Ya Grishan zaten terpener öyle mi? Tərpənməyəcək, narahat olma. Mənim qırıcım tərpən. Nə istəyirəm qarnımdan? Qırıcım tərpənə. Romantikam. Mən bunu elə-belə vermək istəmirəm. Kravatla aman vermiş. Düşə aşağıda verin bunu təqdimatını edin. Of eleme. Yoksa- Al gülüm. Eleme yürüyorum. Eziyet çek. Gel, bunu sən... Ayda şokdayım. Aşkım bir dənə Utandırma. 3 ildir biz yəni bir ortamlardayıq səndən. Ha. Hər gün sıfatını görürəm. Bir dənə uşaq sənə diz çökdürdüsə, yəni mən bir dənəni də düşünərəm gələcəkdə. Sen Əlim qalıb ki. bizim özü danışırım. Gülme. Bence bu duygusal sohbet eləyəcəm. Eyna çörek vereyim. Gülme. Yardım paylaş. Mama Allahın dostu yaram ağrıyır. Qurban Sən- olum dayan. sən Yalvarıram, gülə bilmirəm. Aşkım. Çox pis ağrıdı yaram. Sen bana en dar günümüzde koymuyordun. Yaram ağrıyır Allah'ın dostu. Ay şerir yaram ağrıyır. Sen bizim en dar günümüzde yalnızsın. İnanmırsınız dikişim partlayacaq. Yaxşı, yaxşı, Qurban yaxşı. olum eləməyin. Yaxşı, Yalvarıram sizə. Gülü canı tutarsın. Sözlük olmaz sözlük. Sen bizim en dar günümüzde yalnız oldun. Sen bizim en dar günümüzde yalnız oldun. Bizi en dar vəziyyətdən çıxartdın və bu ilə ana olmadan 3 tane uşaq. Sen gülme. Çık çölə. Rabiyə dirək Çık çölə. Sen bizim en dar günümüzde. eləməyin. Valla ağrıyıram Qurban Qoymur, olsun. Sen bizim en dar günümüzde yalnız əlbi qoy çeyin. Sen bize en dar günümüzde yalnız oldun. Bizi pis vəziyyətdən çıxartdın, bizə dəstək oldun. Ana olmadan ana oldun. Və bu ilə sən ana olmusan və biz də sənə dəstək olacağıq. Ağlama. Və sən bu gül ol. Çok sağ ol aşkım. İşten tikişim rahatlıca bilirəm ki yerində deyil. Mən həqiqətən çox söz demək istəyirəm. Qoymur. Qoymur, Allah'ın üçün qoymur. Özüm onu qoymur. Sən niyə elə edirsən? Ay Allah karnım çok Yaxşı, pis ağrıdı. nəysə. Zülüm oldu bu gül olmadı. Bir dənə gül almışdım da. Çok sağ ol şey. Koymadım bir dənə gülü verin. Ne olur? Da geleydin gerek. Bir dənə gül verməsin, İyi gül geleceğim olmaz. seyirli de yok. Atanca belə Ay Allah. İyilidi kaynana. İyilidi. Ver duxulurum gətirin. Çok sağ ol aşkım. İnan ki deyirəm mənim üçün bütün dünyadakı bütün hədiyyələrdən daha dəyərlidir. Bunu mənim üçün fikirləşməyin. Qurananla gündəyəm mən. Hər yerdə axtarmışam, çox yerdə axtarmışam, axır gəlib tapmışam. Çox sağ ol. Həqiqətən çox sağ ol. Yəni sən mənim üçün bir dənə pəmbə roza almışdın ha, yadında. Onu da saxlamışam mən qurudub. Bunu da saxlayacağam.
Qurut heyfdir 5 manatdır bu olmalı. Zeyd böyüyəndə göstərəcəm ki, Arasına koy kurut. ama o gül arkadaşlar xətrimə dəymişdi deyə almışdı, amma bu romantikanı Zeyd başartdırdı dədəsinə. İstədim qurban vallaha. Sənin xəbərin olmadan gətirim, alıb gedim ekskluziv lentdən zadla bağlatdım, qoyum burada. Ölərəm sən. Sonra dedim ki, Elnara olsun burada qoyacaq ki, otaqdan çıxacaq ki. Ben güller istemem. Mən gedə bilərəm, problem Sağ ol. yoxdur. Çox sağ ol. Həqiqətən çox sevindim. Quran and olsun. Birinci suya koy, sonra gördün kurumaya başla, koy defterin arasına kurusun. Hə, qurudacam, saxlayacam. Çox qəşəngdir. Çox sağ ol həqiqətən. Nəysə arkadaşlar, mən Romantika. bağışlayın, sizdən üzr istəyirəm uzanan yerdə video çəkdiyim üçün, amma o boyda gülməyin qarşılığında bir də ayağa dursam ürək halım pisləşəcək. Çox pis yaram ağrıdı, Quran and olsun. Sizdə insaf yoxdur ya, ikinizdə də. Nəysə, indi bilmirəm, yenə belə deyim də körpənin koşuşturmasına alışım, yoxsa bunların bir-birini qırmağına. В общем, o qaynana kürəkən soğuq savaşları dedik. Oxşu teldə asılan paltolara oxşur, bərəkədən bu. Aşkım, sən ayrı neçə gündür güldürmürsən videolarda. Qaldım mən əməliyyat olmağımı gözlədin. Gülənmirəm axı. Eləmə, qurban olum. Allah and olsun, çox pisəm vallahi. Eləmə. Amma bildilər sən sağlam. Hər səni Şəhriyar, Həqiqi deyirsən. Uşaqlar gördülər küçədə. Hər səni Şəhriyar, həmişə belə romantik ol, hər işlərə Şəhriyar, Halaldır uşaqlar, ürəkləndirmisiniz. Qayıtdım, yenə alım, gördüm cibimdə pul yox. Yox, mənim üçün bir dənəsə çox dəyərlidir. Allah'ın pul olsaydı var ha, sən mənə çox deməksən, yəni çoxluq təşkil etsən, prosta indi Şöyle gülü verim sana. Rahat başım. qoymurlar. Bence bitti. Mən çox söz Qırırlar bir-birlərini, uşaqlar qırırlar. Çəkəcəm sizin üçün bunları gizlin dava eləyən yerdə. İndi bu gecə Zeyd üçün oyananda bunları çəkəcəm. Sabahki videoda baxarsınız. Komedi xana Quran and olsun. Öldürürlər bir-birlərini. O onu sancır, bu bunu sancır, o onu sancır, bu bunu sancır. Uşağın lazımsız yerlənməni oxşadı, lazımlı yerlərin özünü oxşadı. Hamısı sənin olsun ürəyimdən atım. Hər şey sənə qoyacağım. Sən Mənim başımın tacısan. Mən nə eləyirəmsə sənə sataşırız istədiyim. Kameralar oynama. Kamera oynayırsa. Kamera bayaqdan kimdir onu iynələyən? Əslində bizim münasibətimiz elədir biz bunu. Orası elədir, söz yox. Belə, yəni mən qaldım öndə ortada pis Sən vəziyyətdə. niyə aramızı vurursan? Bir dənə arada belə yəni bu qadın işləri də heç uşağın pampasını dəyişmə, yemək verir. Bu imkan verdi. Sən bizim ömrümüzə giribsən. Səndən deyinirik, məni demir. Səni deyir. Nəysə arkadaşlar. Hə, deməli uşaqlar qoy Şəhriyarın reaksiyasını çəkim verim. Çünki Şəhriyarın xəbəri yoxdur. Cənub zonasında dəyərli xanımlar, deməli evdə köməklik eləməyə adam axtarırıq. Yaylığımı verin. Niyə? Boş sən elanımı ver aşkım. Ver elə görüm. Hə, uşaqlar zarafatsız mən əməliyyatdayam hal-hazırda. Bizim evdə də dəhşətli dərəcədə çox pilləkən zat var və eyni anda hər şeyi çatdıra bilməyəcəm. Mama gedəndən sonra da mənim üçün çətinlik olacaq. Bizə evdə kömək eləməyə Cənub zonasında Lənkəran, Astara, Lerik belə bir zonada, yəni kimə sərf eləyərsə. Yəni kimə sərf eləyərsə də şərtlər danışır. Yəni bizdə qala bilər. Yəni qalıcı şərt deyil. Qalıcı yox. Şeydir, saat aralığı olacaq. Aşkım Lənkərandan kim buraya? İndi deyirəm də hər ehtimala deyirəm. Əsasən Astara olsa daha yaxşı olar. Yəni Astarada qalırıq biz. Hə, bizə köməklik göstərməyə, yəni gətir, götür, misal üçün evin təmizliyidir, bəzən yemək bişirməkdir. Çünki biz çölə zadada çıxmalı olacağıq bir müddətdən sonra. Yəni bu işlər üçün kömək eləməyə yaxşı bir xanım axtarırıq. YouTube-da ona görə paylaşdım ki, xanımlar çox baxır bizə burada. Kimsə olsa çox xahiş eləyirəm yazsın. Yəni lazımlıdır. Şo. Bitti. Videomu burada sonlandırıram. Videomu bəyəndiysə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın.